Kanalıma və ilk videoma xoş gəlmisən. Əziz dostum, bugündən etibarən səninlə bərabər Pillow Talklarda söhbətləşəcəyik. Pillow Talk video formatı ümumiyyətlə xaricdə, Türkiyədə, yəni YouTube kanallarında çox məşhurdur və mən özüm dinləməyi çox sevirəm. Burada daha çox bu yastıq söhbəti dediyimiz Pillow Talk nəyi ifadə eləyir? Düşünün ki, bir yaxın dostunuzla, rəfiqənizlə və yaxud da bir neçə dostunuzla əyləşmisiniz və yastıqlarınızı qucağınıza qoymusunuz, hansısa mövzuda müzakirə aparırsınız. O qədər yaxşı vaxt keçirirsiniz ki, o an bütün ən gözəl anlardan daha da maraqlı keçir sizin üçün. Mən də fikirləşdim ki, Azərbaycanda Pillow Talk YouTube səhifəsi yoxdur. Yəni bu minvalda danışılan söhbətçil bir səhifə yoxdur. Ona görə bunu ilk mən edim. Sizi dinləyim, fikirlərinizə qulaq asım, eyni zamanda oxuyum, suallarınızı cavablandırım. Özüm də danışmağı çox sevirəm və müəyyən mövzuları danışarkən də dinlənilirəm. Ona görə hər kəsə maraqlandıracaq mövzuları bu Pillow Talkda açacağıq və danışacağıq. Amma ilk olaraq kanalıma ilk dəfə gəlmisənsə, məni ilk dəfə də görürsənsə, mən Nuranə Abiyeva özüm haqqında məlumatları elə sosial şəbəkələrimdən, yəni daha doğrusu Instagramda səhifəmə baxaraq ala bilərsən. Elə isə ilk Pillow Talk mövzumuza keçid alırıq. Bugün həvəssizlikdən danışmaq istəyirəm. Düzdür, indi ilk mövzu olaraq biraz heç də motivasiya verici bir mövzu deyil. Nəyə görə bu mövzunu seçdim? Çünki bu videonu çəkmək üçün çox həvəssiz idim. Səhv anlamayın, Pillow Talk videoları üçün çox həvəsli idim. Saat 3-də bu videonu çəkməyi düşünürdüm. Halbuki saat artıq 5-ə işləyir və bir müddətdən sonra həvəsim qaçdı. Bir yorğunluq gəldi, bir yuxum gəldi. Özümə bəhanələr seçməyə başladım ki, bu gün qalsın. Nə bilim, indi hava belədir, heç bir əlaqəsi yoxdur. Yəni nə bilim, yuxum gəlir, yaxşı yatmamışam, səhər tez oyanmışam. Sabah 2 video birdən çəkərəm və ChatGPT-yə yazdım. Deyirsiniz ki, bir dostun yoxdur, dostunla məsləhətləşəsən. Yox, var təbii ki, sadəcə maraqlı gəldi. Götürdüm ChatGPT-yə yazdım ki, mən bugün həvəssizəm, amma video çəkməliyəm, neyniyim? O da mənə çox maraqlı bir məqam dedi. Dedi ki, bu həvəssizlik həmin işinin mükəmməl olmasını gözləməklə bağlıdır, yoxsa yorğunluqla bağlıdır? Əslində ChatGPT bəzi məlumatları çox şişirdərək versə də, bəzi məlumatları həqiqətən tam doğru versə də, mən nə vaxtsa ona suallar verirəmsə, öz beynimdəki cavabı tuturam və sonra o sualı ona verirəm. Çox vaxt elə o cavabı mənə qaytarır. Həqiqətən də dostlar, həvəssiz olmaq bir neçə səbəbdən yarana bilər. Amma bu həvəssizlik tamamilə tənbəllik demək deyil. Tənbəllik tamam başqa bir səviyyədir. Məsələn, il boyu çox işləmisinizsə, sanki o an sizin üzərinizdə hər şey dayanır və düşünürsünüz ki, əşi yox, bu gün həvəsim yoxdur. Və ya heç işləməmisinizsə, artıq bu tənbəlliyə o qədər öyrəşmisiniz ki, bu həvəssizliyə doğru çevrilib. Heç bir şeyə həvəsiniz qalmır, heç bir addım atmaq sizi həyəcanlandırmır. Və ya qorxaqlıq ola bilər ki, ayda birdən belə olar, birdən elə olar, birdən maraqlı olmaz, birdən boş-boşuna vaxt itirərəm, birdən o, birdən bu, avtomatik həvəs ölür. Nə deyirlər? Deyirlər ki, bir hədəf varsa onun üzərində çox fikirləşməyin. Bir işin görülməsi üçün hər şeyin %100 olmasına ehtiyac yoxdur. Hə, tutalım ki, mən video çəkmək istəyirəm. Mütləq şəkildə mənim telefonum olmalıdır. Ən azından o çəkə biləcəyim bir vasitəm olmalıdır. Bunda həmfikirik. Amma mütləq mənim ən yaxşı mikrofonum olmalıdır. Nə bilim, arxa fon çox gözəl olmalıdır, qüsursuz olmalıdır. Telefonum %100 iPhone 17 Pro Max olmalıdır. Nə bilim, ştativim bu boyda olmalıdır. Bunlara ehtiyac yoxdur. Elə bir telefonla, əlinizdə olan avadanlıqlarla siz o işi qura bilərsiniz. Hə, bir dəfə mikrofon olmaz, səsiniz yaxşı çıxmaz, amma gələn dəfə mikrofon tapa biləcək səbəbi də özünüzdə yarada bilərsiniz. Məncə bu cümləni də eşitmisiniz ki, böyük hədəflər seçin, hədəfləriniz heç vaxt kiçik olmasın. Özünüzü həmişə böyük yerlərdə görməyi düşünün. O böyük hədəfi özünə layiq görmək çox önəmlidir. Amma o böyük hədəfə kiçik addımlar atmaq yenə biz özümüzdən başlayır. Məsələn, video çəkməkdən danışdıq. Mənim YouTube kanalım artıq illərdir var, amma mən illərdir bu YouTube kanalını çox yaxşı istifadə eləməmişəm. Bundan sonra özümə hədəf qoymuşam ki, mənim YouTube kanalım 100 min olacaq. Və bu videonu da 100 min olanda girişə əlavə eləyəcəm. Sonra o 100 min plaketini açacağıq. Amma bu demək deyil ki, mənim abunəm 100 min olacaq deyil, mən bunu bir ayda əldə eləməliyəm. Yox, 2 ayda mütləq olmalıdır. Ola da bilər. Yəni, hər şey sürprizlərlə doludur. Ona görə sürprizlərə açıq oluruq, hədəflərimizi seçirik. Mən diksiya təlimçisiyəm və diksiya təlimlərində həmişə tələbələrimə dediyim bir cümlə var ki, bir var yavaş, bir var tələsmək,
Bir də var sürətli inkişaf. Yavaş ondan ibarətdir ki, siz təlimə yazılırsınız, təlimə gəlirsiniz və gedirsiniz. Bir də gələn dərs gəlib yenə təlimdə nəsə eləyirsiniz. Bir gün məşq eləmirsiniz, o biri günə 1-2 dəfə məşq eləyirsiniz. Yəni təlimə qayıdanda tam da %100 qayıtmırsınız, yarım qayıdırsınız. Bu yavaş istiqamətdir, yavaş addımlamaqdır. Bir var ki, tələsmək. Mən təlimə gəlmişəm, bir aya məni təlimçi eləməlisiniz. Bir ay içində mənim cıçımı da düzəltməlisiniz, çıcımı da düzəltməlisiniz, vulqar danışığımı da düzəltməlisiniz, onları da düzəltməlisiniz, səhnəyə çıxacağam, ürəyim getməyimi də düzəltməlisiniz. Bunu eləyə bilərəm. Amma ki, bunu siz məndən sonra, mən olmasam tək başınıza idarə eləyə biləcəksiniz, yoxsa yox, bu bir həftə içində, bir ay içində tamamilə %100 mümkün olmaya bilər. Yenə şəxsə görə dəyişir, amma bu saydığım yəni problemlərin hamısı varsa o şəxsdə. Bunu bir ayda belə 180 dərəcə dəyişmək təəssüf ki, o qədər də yaxşı nəticə verməyəcək, tələsik bir nəticə verəcək. Bir də var ki, sürətli inkişaf. Təlimə yazılırsınız, vaxtı-vaxtında təlimə gəlirsiniz, ev tapşırıqlarınızı, yəni məşqlərinizi, lazım olan metodları istifadə eləyirsiniz, bunlardan qorxmursunuz, çəkinmirsiniz. Növbəti dərs təlimə gələndə suallarla gəlirsiniz, təlimçidən tələb eləyirsiniz ki, sizə nələrsə, yeni nələrsə qatsın. Bu artıq sürətli inkişaf olur. Və bəlkə də siz nəzərinizdə 3 ay tutmuşdunuzsa, bəli, bunun nəticəsində siz bir ayda nəticə görə bilərsiniz. İnsana uyğun olan o his, duyğular və problemləri də göz ardı etmək doğru deyil. Ona görə də bu anda o qədər yavaş irəliləmək mütləq şəkildə bir yerdən sonra sizin həvəsinizi qıracaq. Çünki yavaş irəliləyirsiniz və elə bilirsiniz ki, yerinizdə sayırsınız və nəticədə heç nə görməyəndə də həvəs qırılır. Digər tərəfdən tələsirsiniz və tələskənin nəticəsində bir atalar sözü var. Tələsən tərsinə düşər. Təndirə düşər deyil, tərsinə düşər. Düşünün ki, siz qaça-qaça gedirsiniz, qarşınıza bir daş var, görmürsünüz, özünüzü tələsdirdiyiniz üçün 2 dəqiqəyə çatacağınız yerə bəlkə də çata bilmirsiniz ümumiyyətlə, sabaha qalmış olur. Baxın, görürsünüz, tərsinə düşdük. Ona görə o tələsmə ərəfəsində də həvəsimiz ölə bilər ki, əşi, bu məni yormağa başladı. Çünki bir nəfəsə edilən nələrsə avtomatik olaraq həvəsi öldürür. Bununla bağlı bir nümunə də sizə deyəcəm. Mən marafona qatılmışdım və əslində mən qaçmağı sevən biri deyiləm, amma idmanı çox sevirəm. Qaçmaqdan ziyadə mən gündəlik gəzməni sevirəm. Marafona qatılanda əlimdə olan vasitələrdən bir araşdırma apardım. Belə bir yazı ilə qarşılaşdım ki, deyir ki, İlk dəfə qatılırsansa, sən birdən-birə qaçmağa başlama. Çünki birdən-birə bir nəfəsə qaçsan və hələ ki sən qaçmaq üzərində heç bir məşq eləməmisənsə, yolun başlanğıcında yorulacaqsan və qarşına qoyduğun o ən azından 21 kilometri mən qaçacağam. Bu hədəfə çata bilməyəcəksən və gələnin üçün də bilirsən nə fikirləşəcəksən? İndi bu fikirlər mənim fikrimdir. Sadəcə birinci cümləni internetdə tapmışdım ki, yəni başlayan kimi qaçma. İndi dediklərim isə mənim fikirlərimdir ki, gələn il o sizi həvəsləndirməyəcək ki, ayda bu il alınmadı, gələn il 100% mən 21 kilometr qaçacağam. Fikirləşəcəksiniz ki, əşi nəyimə lazımdır, getdim tənginəfəs oldum. Onsuz mən qaça bilmirdim ki, onsuz mənim həvəsim yox idi ki. Belədir, bəhanələr gələcək və həvəsiniz olmayacaq. Bəlkə də daxildə o həvəs var idisə də öləcək. Amma doğru strategiya ilə gedəndə ən azından belirlədiyiniz o bir hədəfə çatandan sonra növbəti il üçün sizin ikinci hədəfiniz formalaşır. Nəzərimdə tutmuşdum ki, ən azından 10 kilometri qaçım, alınsa 21 kilometrdə yoxlayacağam. Yəni ayağımın gücünə baxacağam. Orada sırada dayananda xanımlar da vardı, danışırdılar ki, neçənci dəfə qatılırsınız, neçənci dəfə belədir, özləri arasında danışırdı. Biri dedi ki, mənim medalım da var. O medal sözü məni bir həvəsləndirdi. Çünki bilirəm ki, 10 kilometr qaçana sertifikat verilir, 21 kilometr və 42 kilometrə medal verilir. Dedim, ayda Nuraynə, bura qədər gəlmisən, inşallah ki, çox yorulmarsan və bunu necə eləmək lazımdır ki, yorulmayasan, öyrənmisən də. 21 kilometr qaç, o medal sənin də olsun da, niyə də olmasın? Bir gün əvvəl axtardım, araşdırdığım metodları yadımda saxladım. Deməli dostlar, nə edirsiniz? Bu təkcə qaçmaqla bağlı deyil ha, bu bütün proseslərə aiddir. Utopik bir xəyalınız ola bilər, amma real addımlardan başlamaq o həvəsi canlandırır, həvəssizlik yaratmır. Qorxunun üzərinə getmək, ayaqyalın qorxuya qaçmaq demək deyil. Çünki sən heç bir məlumatsız şəkildə ayaqyalın qorxunun üzərinə qaçacaqsan, marafondakı kimi və ya hansısa bir hədəfini reallaşdırmaq istədiyin kimi onun üzərinə qaçacaqsan və əli yalınsan axı, ayağı yalınsan. Getdiyin kimi nəinki ayaqqabı, üzərindəki köynəyini, nə bilim gözündəki eynəyini, əynindəki şalvarını, hər şeyi itirib qayıdacaqsan. Daha da itirmiş qayıdacaqsan. Çünki qorxunun üzərinə getmək və ya da hansısa bir hədəfin üzərinə getmək ayaqyalın və məlumatsız olmamalıdır. Ən azından kiçik bir özündə bazan olmalıdır. Amma indiki dövrümüzdə o bazanı tək də yarada bilərsən. İnternet üzərindən, YouTube üzərindən ən azından ayaqqabılarını yaxşı seçəsən və o daşlı, kəsəkli, yandırıcı yollar
yollarda getməyə gücün olsun. Yandırır səni, incidir, amma keçə bilirsən. Çünki bilirsən ki, o yolun axırında daha düz, daha gözəl bir yol var. O yola addım atanda isə başqa bir nə ilənsə qarşılaşırsan. Bu müsbət də ola bilər, mənfi də ola bilər. Və sən geri qayıdanda çox gözəl təcrübə ilə qayıdırsan. Çünki ikinci dəfə o yola gedəndə o yolda qarşılaşdığın həmin o mənfi nədirsə, ona da hazırlıqlı gedirsən. Müsbət halı isə 2 qat artırıb gedirsən. Bəlkə də o müsbəti 2 qat artırmağın bu mənfiyə də təsir göstərəcək. Ona görə qorxunun üzərinə getmək də heç vaxt ayaqyalın və necə gəldi olmamalıdır. Qaçışın üzərində bir nəfəsə başlamaq yox, sürətli addımlar, ortada bir hissədə nəfəsimizi dərib bir nəfəsə bir müddətlik qaçmaq, sonra yenidən yavaş addımlar, sonra sürətli addımlar, qaçmaq, yavaş addımlar, sürətli addımlar, qaçmaq. Mən bu yöndə getdim və düşünün ki, məndən qat-qat irəlidə olanları belə keçdim və 21 kilometrə gəldim, çatdım. Velosiped sürən bir adamam. Yəni hər yerə piyada getməyi seçən bir adamam. Pasiv həyat tərzim yoxdur. 1, o bazən mənə kömək elədi. 2, məntiqi tərəf, nəzəri tərəfi hazırlamağım mənə kömək elədi. Daxili motivasiya var, bir də xarici motivasiya var. Eyni zamanda daxili təsir var, bir də xarici təsir var. Bu xarici motivasiya ilə xarici təsir, bəli, çox güclü qüvvələrdir. Adama çox birbaşa təsir göstərə bilir. Amma hər şey bilirsiniz harda bitir? Daxili motivasiya və daxili təsirdə bitir. Bütün dünya yığılsın, sizə desin ki, sən bu videonu çəkməkdə Pillow Talk nədir? Ay Nurani, boş bekar adamsan, nə bilim, 100 nəfər izləyəcək yoxsa yox desə, mənim daxili motivasiyam və daxili təsirim zəif olsa, mən onların sözünə inanacağam. Heç bir dünya adama da ehtiyac yoxdur. 2 nəfər desə bəsimdir. Amma hamısı durub bunu mənə desə, mənim əgər daxili motivasiyam və daxili təsirim, özümün özümə təsir eləməyim güclüdürsə, indi burada bir dənə də mötərizə açıram. Daxili motivasiya nədir, təsir nədir? Ümumiyyətlə mən motivasiya sözünü çox sevmirəm. Bəhrələnmək, güc almaq, bu sözləri daha çox sevirəm. Baxın, motivasiyamız ola bilər. Məsələn, mən bugün özümdən danışacağam. Saat 3 tamamda çıxacağam, gedəcəm videomu çəkəcəm. Bu videodan danışacağam. Bu mənim motivasiyamdır. Özümə motivasiya verirəm. Vaxt gəldi, özümə təsir eləməyə başlayıram. Bəlkə də, məsələn, baxın ChatGPT-nin mənə yazdığı artıq xarici motivasiya, xarici təsir edir. Motivasiya var, amma təsir onu ötə bilər. Yəni mənə bəhanələr gətirə bilər, həvəssizlik gətirə bilər. Mən bir nəfərdən sözü aldım. ChatGPT istər mənə bir dastan yazı yazsın. Mənim daxili təsirim mənə icazə verməsəydi, mən yenə də bu videonu çəkməyəcəkdim. Amma daxili təsirim mənə icazə verdi ki, ay Nuranə, bəlkə elə bu yorğunluq susqunluqdandır. Bəlkə elə sən danışmalısan ki, o həvəsin, enerjin daha da artsın. Bəlkə sənin danışdığın bu mövzular kiməsə həqiqətən çox maraqlı olacaq və sənin növbəti videolara belə qaça-qaça hazırlaşdıracaq. Dur bir yoxla da. Yəni 2-3 dəqiqəlik çək. Alınmasa söndür, bağla. Yəni heç kəs səni məcbur eləmir ki. Və mən bunu elədim. Sizdə də, həyatınızda da bu çox önəmlidir. Hə, demirəm hamını qulaq ardına vurun. Yox. Məsələn, valideyninizin heç YouTube kanalı ilə bağlı bir məlumatı yoxdur. Amma sizə elə gözəl təsir eləyəcək cümlələr qura bilər ki, o sizin YouTube fəaliyyətinizə çox müsbət təsir eləyə bilər. Yəni o tərəfdən təbii ki, fikirləri almağa alın. Amma yenə də daxili təsiriniz, daxili motivasiyanız sizə yön göstərəcək ki, bunu sən istəyirsən, istəmirsən və yaxud da edim yoxsa etməyim. Burada bir məsələ də var. Bu o demək deyil ki, məsələn, mən hansısa bir pis vərdişin alüdəçisiyəm və bütün dünya mənə gəlir, dayanır ki, sən bunu eləmə, sən bunu eləmə. Mənim daxili təsirim deyir ki, yox, bu artıq daxili təsir, daxili motivasiya deyil. Bu artıq əksinə insanın özünün özünü dinləməməkdir. Çünki heç bir insanın bədəni, heç bir insanın daxili onun özünə birbaşa zərər verməsinə heç bir halda motivasiya verə bilməz və yaxud da heç bir halda təsir göstərə bilməz. İnsan özünü özünə pislik eləyəndə belə o təsiri özü seçir ki, mən bu təsiri eləyəcəm. Amma bir yerdən sonra yenə içi deyir ki, eləmə. Artıq sanki insanın ağlı başından çıxır və bunu eləyir. Amma insanın daxili təsiri onu həmişə müsbətə yönləndirir. Səhv eləməyə yönləndirə bilər, çünki biz insanıq. Amma o səhvdən dərs çıxartmağı, eyni səhvi eləməməyi, daha düşüncəli hərəkət eləməyi, əvvəlcədən hazırlaşmağı, biraz əvvəl dediyimiz o qorxunun üzərinə getməyi və s. və s. və s. Bunları artıq bizim formalaşmış daxili təsirimiz əks elətdirir və öz təsirini göstərir. Belə, ümumilikdə həvəssizlik, nəyəsə həvəsin olmamağı, nəyəsə həvəslənmək, bunlar yenə də deyirəm dostlar, bir, nəyəsə qorxusundan başlayır ki, o qorxunun səbəbini bir qəşəng-qəşəng araşdırın ki, bu nəyin qorxusudur. 2, o qorxunu aradan qaldırmaq üçün üstünə qaçmağı deyil də silahlanmağı seçin. Və bu silahlanmaq da %100 olmamalıdır. Kiçik bir baza olmalıdır. Bu qorxunun üzərinə gedilən o silahlanma dövrü də nə tələsərək olmamalıdır, nə də çox yavaş-yavaş olmamalıdır. Qaydasına uyğun, bacardığımız qədərilə, özümüzü
özümüzü sıxmadan, yormadan, bezdirmədən atılacaq sürətli addımlarla olmalıdır. Kənarın fikri həmişə olacaq. Çox yaxşı iş görsəz də, pis iş görsəz də. Kənarın fikirlərini dinləyin, amma yenə öz bildiyinizi eləyin. Məsələn, bu videodan sonra sizin mənə elə rəyləriniz gələ bilər ki, növbəti videolar üçün mənim inkişafıma təsir eləyəcək ki, Nuranə düz deyir. Bax bunu belə eləmək lazımdır ki, bu belə olsun. Bəlkə deyəcəksiniz daha yaxından çək. Bəlkə deyəcəksiniz daha az danış, əksinə daha çox danış və yaxud az əl-qol hərəkət elə. Hər şey ola bilər. Bu belə məni inkişafa aparacaq nüanslardır. Amma inkişafa aparsa belə, bir də var öz üslubumuz. Əgər sizə verilən o xarici təsir, xarici motivasiya, sizi həvəsləndirən nüanslar sizi tamamilə özünküləşdirməkdən çıxarırsa, başqa bir adamla irəli getməyi göstərirsə, mən bunu 1-2 dəfə eləyəcəm, amma 3-cüdə eləməyəcəm də, həvəsim öləcək. Çünki mən deyiləm. Yəni özünüzü olduğunuz kimi qəbul eləyin. Səhvlərinizi də, düzlərinizi də. Özünüz olun, öz səhvlərinizi, öz düzlərinizi görməyə çalışın, düzəltməyə çalışın. Ətrafdan gələn rəyləri dinləyib analiz etmə bacarığına sahib olun. Hər şeyi də qızıl orta dediyimiz, o gözəl balans dediyimiz bu tərəf mütləq olmalıdır və həvəsinizin olmadığı bir gün özünüzü boş buraxın. Bir damcı da addım atın. Bu bilirsiniz nəyə bənzəyir? Soyuducunu açırsınız, əslində ac deyilsiniz, qəti şəkildə də ürəyiniz nəsə istəmir. Sadəcə boş qalmısınız, bilmirsiniz ki, bəlkə ağzım bir hərəkət eləsin. Soyuducunu açanda bir dənə özümüzə məntiqli sual veririk. Acam, həqiqətən bunu bədənim istəyir. Bəlkə də diyetadayım, amma şokolad yemək istəyirəm. Bədən istəyirsə o şokolatı yeyin. Yəni gecə özünüzü sıxıb saxlamaqdansa o daha da bədəni şişirdəcək. Amma o bir parça şokolad yeyib o nəfsinizi öldürürsüz, sonra gedib rahat yatırsınız, səhər durub onun idmanını edirsiniz, məsələ həll olur. Və yaxud da yox, sırf diyetdəyəm deyə, diyetadayam deyə və yaxud da sırf boşluqdayam deyə nə varsa bir atım da ağzıma deyirsinizsə, o təəssüf ki, doğru deyil. Orada artıq o daxili təsirinizi dinləməyi seçin. Tənbəlliyinə də icazə verin, uğursuzluğa da icazə verin, həvəssizliyə də icazə verin. Amma sonra bunu bir sorğulayın. Məsələn, bir tanışım var idi, o demişdi ki, mən həyatımda bir çətin dönəm keçirirdim və psixoloq dəstəyi almışdım. Birinci getdiyim psixoloqla mənim seanslarımdan sonra mən qərar verdim ki, gedib özümü öldürməliyəm. Amma deyir, yaxşı ki, mən ağıllı adamam, özümü saxlaya bildim. Baxın, yəni o psixoloq indi bilmirəm onu nələr deyibsə, necə yönləndiribsə. Adam gedib, yəni problemindən qurtulmaq əvəzinə problemin həll yolunu ölümdə görüb. Amma eləməyib. Çünki daxili təsiri buna icazə verməyib. Dibidə olan bir adamdan söhbət gedir. Səhvlərlə dolu bir adamdan söhbət gedir. Və sonra cəhd edib ikinci psixoloqa da gedib. Və o zaman nə olub? Həyatı mükəmməlliyə doğru irəli gedib və hazırda Amerikada yaşayır, 2 biznesi var, çox gözəl şəxsi həyatı var. Yəni düşünün, dibdə olub və ölməyi düşünən, ailəsi, dostu, heç kəsə olmayan bir insandan söhbət gedir. Amma görürsüz, bir xarici təsir və bir daxili təsirin qarşı durması və daxili təsirin qalib gəlməsi nəticəsində bir insanın həvəsi necə artır və həyata baxışı, həyat sevgisi necə çoxalır. Ona görə əziz izləyicilər, yeni gələnlər, köhnələr fərqi yoxdur. Bundan sonra tez-tez sizlə Pillow Talklar eləyəcəm. Hansı Pillow Talkda mənim fikirlərimi eşitmək istəyirsiniz və yaxud da bu mövzu ilə bağlı hansı əlavə fikirləriniz varsa yazın, suallarınızı qeyd edin, mövzu başlıqlarınızı da qeyd edin. Özümdə xeyli mövzu seçmişəm. Yəni gündəlik hamını maraqlandıran mövzular haqqında danışacağam və çalışacağam videolarım uzun olsun ki, səsimi qoyun orada danışsın. Bəlkə hansısa bir cümləm sizə həqiqətən həmin gün müsbət təsir göstərə bilər və daxili təsiriniz də buna icazə verdiyi halda həvəssizliyiniz həvəsə çevrilə bilər, həvəsiniz daha da arta bilər. Hər birinizə xoş günlər. Hələlik.